Azərbaycan son illərdə sosial, siyasi, iqtisadi sahədə mühüm inkişaf mərhələlərindən keçir. Davamlı iqtisadi yüksəlişi, siyasi sabitlik və sosial refahın gücləndirilməsi bu prosesin əsas sütunlarını təşkil edir. Ölkəmizin sosial-siyasi inkişaf modeli sabitlik, islahatlar və milli maraqlar əsasında qurulub. Bu istiqamətə atılan hər bir addım ölkənin gələcəyinə, rifahına və təhlükəsizliyinə xidmət edir. Prezident İlham Əliyevin Yevlax və Goranboya səfəri bu mənada xüsusilə səciyyəvidir. Dövlət başçısının sözlərinə görə ölkəmiz aparıcı energetika sahəsində əlamətdar günlərini yaşayır. 8 noyabr elektrik stansiyasının açılışı bu baxımdan olduqca vacibdir. Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bugün 8 noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 megawatt gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliyini artıracaq və beləliklə Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hal-hazırda Mingəçevirdə bizim elektrik enerjisinin 40%-dən çoxu istehsal olunur və əlbəttə ki, bütün bu görülmüş işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir. Azərbaycan bu günləri təhlükəsizlik bir adasıdır. Bu günlər dünyada iqtisadi bir tənəzzül var. Müəyyən dövlətlərdə iqtisadi böhran yaşanır. Azərbaycanda amma uğurlu iqtisadi layihələr həyata keçirilir. Yaşıl enerji və digər enerji infrastrukturu tamamilə yenidən qurulur və bu milyardlarla dollar deməkdir. Deməli, Azərbaycan kifayət qədər büdcəsi var ki, səmərəli şəkildə xərclənir ki, bu istiqamətdə Azərbaycanın enerji infrastrukturu, iqtisadi həyatına mühüm investisiyalar qoyulur, layihələr həyata keçirilir, xarici partnyorlar dəvət olunur. Enerji sektorumuzun inkişafında strateji tərəfdaşlarımızın rolu da xüsusilə diqqət çəkir. Prezident İlham Əliyev İtaliya və Çinlə Azərbaycan arasında mövcud münasibətlər sisteminə diqqət çəkərək ölkələrin strateji tərəfdaşlığı daha da gücləndirdiyini vurğulayıb. İtaliya ilə 2, Çinlə 2 strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalanmışdır və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzun müddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpa olunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə aqrar sahənin sürətli inkişafı da diqqətdən yayılmır. İyunun 23-də Yevlax Pilot Aqroparkının açılışı bu baxımdan səciyyəvidir. Aqroparkların yaradılması bu Azərbaycan kənd təsərrüfatı istiqamətində də atdığı uğurlu bir layihədir. Bununla da ölkədə kənd təsərrüfatının inkişafı, əhalinin sosial rifahı, həmçinin bilirsiniz, kənd təsərrüfat sahələri də müəyyən risklərlə üzləşir, amma Azərbaycan bu istiqamətdə çox uğurlu siyasət həyata keçirir və burada dövlət başçısı özü şəxsən nəzarət edir. Yəni bu Azərbaycan iqtisadi inkişafına bir təkan verir və Azərbaycan bir modeli dünya üçün də bir təcrübədir. Çünki müxtəlif sahələrdə uğurla davam edilən bu layihələr kifayət qədər uğurlu alınır və sistemli şəkildə həyata keçirilir. Qeyd edək ki, regionların istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlət siyasətimizin prioritetlərindəndir. Zeynəb Mirzəyeva, Hüseyn Baxırov, Real.